Burada sual verən soruşur ki, bu gecə səhra durub oruç tutacam inşallah. Qüsl dəstəmaz almaq vacibdirmi? Məsələn, cənabət qüslu. Yəqin ki, sual verən namaz qılan deyil. Ümumiyyətlə, yaxşı olar ki, mən tövsiyə edərəm ki, elə durmuşkən, qüsl eləmişkən namazı da qılsın. Namazı da başlasın. Ümumiyyətlə, əgər bir insan, həddi buluğa çatmış insan heç vaxt qüsl eləməyibsə, cənabətin nə olduğunu ümumiyyətlə bilir, amma eləmirsə, yaxşı olar ki, sözsüz ki, qüsl etmiş halda, təmiz halda başlasın. Çünki cünub, ümumiyyətlə, necə ki, hədisdə gəlir ki, cünub olan evə mələklər girmir. Cünub olan evə mələklər girmir. Və bir çox hədislər var, yəni ümumiyyətlə, insanın cünub qalması heç də bəyənilmir. Yaxşı bir əməl deyil. Və ona görə də yaxşı olur ki, qüsl eləsin, sözsüz ki, buna riayət eləsin və namaza da başlasa nurun alə nur.